Səndən danışan qaqaşı atdın səssizə. Onu deyirəm. Səhv danışır da. Səhv danışmır, düz danışırdı, götürdün atdın. Səhv danışırsa qoy axıra kimi danışsın da qaqa. Əgər səhv Sabah kimi səhv danışırsa, dinləmək danışır. istəyirsən? O sən onun cavabını ver, sonra qoy yerə də. Verdim də. Sən mən sualıma niyə cavab Vermişsən vermədin? abi. Mən sənə o haqda söhbət eləmirəm axı qaqa. Müslüman da olsan, ha? Mən sən aləmində necə? Müslüman da olsan, ha? Necə başladın? Müslüman da olsan sen. Niyə? Şiiyəyəm özü. Ne tər ki var? Niyə müsəlmanam, şiiyəyəm? Oğurluğa nətə yaxşı bir şey deyə bilirsən ki? Ay qaqa, mən sənə oğurluqda görsən qaqa, başladın. Mən düzgün başa düşü, brat. Səndən başqa temada danışıram. Sən fırlatsan bu temaya. Sənin bütün söhbətlərin belədir. Qosa da bir dənə riski çıxardım. Mən nə deyirəm, nə deyir? Allah elədi, Allah elədi. Bəli, bəli. Mütləq ayətlə. Salam aleykum. Və aleykum salam və rəhmətullah və bərəkatuhu. Elhamdülillah. Qardaş, deməli mən çoxdan da qoşulmaq istəyirəm, qoşula bilmirəm. Qoşuldum da indi, nəsə alındı qoşuldum. Allah sizi var olsun, yaxşı ki qoşuldum. Söz demək istəyirəm sənə, mən iki sual arasında qalmışam belə. Deməli, agnostiklə spontan arasında qalmışam. Mən spontan harasa, spontana bir 80-90% düşünürəm ki, hər şey spontandır. Amma agnostik də mənə biraz bu yandan hərəkət eləyir də, nədir, irəli sürür. Hə. Səncə spontan da hər şey həyatda Çevik bəy, yoxsa ki agnostikdir? Nə spontan deyil, nə agnostikdir. Bəs nədir? Zincirləmə reaksiyon. Zincirləmə reaksiyon. Onu mənə bir də izah edə bilərsən, araşdırım onu barədə, bir də oxuyum biraz. Məlumat Kvant toplayım. fluktuasiyalarından başda biraz aydınlanarsan o baxımdan. O baxımdan. Kvant- Biraz ağır kvantum- mövzudur, bir neçə dəfə oxu. Kuantumdan başlayayım. Kvant fizikasından. Oldu qardaş, çox sağ ol, var ol. Sağ ol. Toğrul Bey buyurun, hoş gelmişsiniz. Hoş gördük. Buyur əzizim, səni dinləyirəm. Yaxşı, ərəb Türk ərəb sınaqlı, ərəb niyə üçün türk sınaqlamır bəs? Türk ərəblərin vecinə də deyil. Başka bir şey? Ali. Akşamınız hayır olsun. Akşamı xeyir. Danışabiliriz inşallah. Sesi düzeltsen ha. Gelmir ki sesim. Geliyor Əlavə mu? səslər gəlir, əlavə səslər. Çöldək də yəqin ona görə. Sadəcə bir şey Məcbursan bilmək çöldə istəyirəm. olanda qoşulmağa. Məcburam. Məcbur oldum ki qoşuldum, yoxsa qoşulmazdım. Sadəcə belə bir Dinlərsən? şey... Yox, mən ümumiyyətlə xristiyanam. Onun heç bir dəxlisi yoxdur da, mənim verdiyim sualla bağlı. Gəbələ bir söz qoruşum sizdən. Yəni, məqsədiniz nədir sizin burada indi hal-hazırda? Kahya məqsədim. Nədir məqsəd? Kahya, kahya. Keyfimin kahyası. Sevik. Gözdə mövzu? Sizlə necə eləyə bilərik? Bizdə də qəzəmət olmasa sözümü deyib düşürəm aşağı. Sizlə necə eləyə bilərik? Realda bir oturaq, bir çay içək. Öləyə bilməzsin. Niyə? Səbəb? Keyfimin kahyası icazə vermir. Özgüvənin yoxdur, yoxsa necə? Hə, özgüvənim yoxdur. Başqa bir şey gəlməlindən qorxaram. Əlvidət. Kelam buyur, xoş gəlmişsən. Hoş gördük. Mövzu nədir hal-hazırda? Teologiya. Məsələn, danışa bilərsiniz. Hə. İgnostik fəlsəfəni müdafiə edirəm sən. Mən İslamı deyim. Tamam, o zaman Tanrı ve semantik tarif ver, başlayalım. Necə?
Mən nə bilim, sən bilməzdin onu. Dediyiniz Deyirəm, dediyiniz şey deyil. İslam tanrısına semantik tərif ver, başlayaq. Belə bir də gərəksəm yoxdur, bunu deyim əvvəlcədən. İkincisi ki, mənim alanım sizin İslama etdiyiniz yəni iddialarda, məsələn, İslamda bu səhvdir, bu çelişkidir, bunlara qarşı cavab verə biləm, belə deyim. Sən hansı məzhəbin nümayəndəsisən? Hənəfi. Əhl-i sünnət də mərkəz, düzdür? Bəli, bəli. Anladım. Şey öyrənmək istəyirəm mən. Talaq surəsi 4-cü ayətin təfsirlərini, anlayışını. Nə yazılıb orada? Sən bilməli deyilsən. Mən elə özüm Bilməliyəm, mən- danışmışam. Yox, siz o ayətdə səhv tapmışam deyirsiniz. Mən də deyirəm nə yazılıb, əvvəl təvil eləyib, görə Oxu da. Şeylə, siz deyin də. Oxu da deyirəm. Yanında yoxdur. Vallahi yanımda Quran yoxdur heç. Evdə var təbii ki, amma bunun məncə mövzuya əlaqəsi yoxdur. Sizdən Əlaqəsi budur ki, mən minlərlə ayət əzbər bilirəm. İndi sən o səviyyədə, o daha yaxşı, amma bunun yenə də əlaqəsi yoxdur. Nəyinə əlaqəsi yox? Dediyimiz danışdığımız mövzu ilə. Ayət bilmirsənsə mən sənə nə danışım? Ayət bilirəm, Ekrana qoysam oxuyarsan da yəqin. Bəli. Siz deyin. Tamam. Al. Baxın. Al. Sahib olduğumuz hardan? Baxın. Oxudum, belə deyim, qısa olaraq özətləyə bilərsinizmi? Sizin də görüşünüzü anlayım, sonra bir dənə, sonra danışaq. Olarmı? Boşanma ayətidir. Boşanma prosesidir. Hansı qaydalar Nə var boşanmada? Düz. Nə yazılıb? Yazılıb ki, hələ heç görməmiş olanların, gənc övlətlərin. Heç görməmiş uşaq nətə evli ola bilir ki, boşanma prosesi olsun. Heyzdən qastığın nədir heyzin? Regal da, regal. Hə, sonra? Heç görməyən uşaq nətə evli ola bilir? Yəni deyirsiniz ki, balaca yaşda, o mənada belə, balaca yaşda evlənir. Öncəliklə bunu deyim ki, indiki dövrün qanunları ilə, yəni indi pedofiliya adlandırılmış şey indiki qanuna əsasendir. Qanunlar da dəyişkənini göstərsən, 1400 əvvəlki qanunla indiki qanunu bir eləyənməz. Əhsən. O zaman Quran ayətləri bu gün keçərsizdir. Keçərsizliyinə əlaqəsi yoxdur. Quran yox, bu qaydalar dəyişkənliyidir. Quranla əlaqəsi yoxdur. Quran ayəsi deyil. Quran ayəsidir, amma sən dediyin indiki qaydadır. Niyə mövzu bağlanmanı çıxardırsan? Yox, deyirəm ki, bugün bu ayət keçərlidir, keçərsizdir. Ayətin keçərli olub olmamasını danışmırıq. Qaydaları danışırıq. Keçən dəfə deyirdin ki, pedofiliya bizim qanunumuzda yoxdur. Mən də deyirəm ki, 1400 il əvvəlki qanunla indiki qanun bir olmaz. Qulaq as. Qulaq as. Buyurun, buyurun. Bu ayətlər qiyamətə qədər getmir. Nə mənada? Yəni qiyamətə qədər saxlanılmayacaq, keçərli deyil. Keçərlidir. Aysun. Mən bir şəriət ölkəsində bu ayətə baxıb ala bilərəm 8-9 yaşında qıza. İndiki dövrdə doğru olmaz. Bu bir, ikincisi ki, Həzrət Ayşə olayın deyirsənsə, onu nəzərdə tutsan, Yox, soruşuram, deyirəm, eləyə bilərəm, eləyənmərəm. eləyəməzsin. Çünki Hansı qayda indiki belə deyim də, o vaxtki uşaqların buluq çağına ərməsi, yəni ərgənlik dövrünə ərməsi daha da Mən tez edir. hekayə danış deyə dəvət eləmədik sən bura. Verdim sual. Yox, mən danışım sonra cavabımı ver də. Ola? Verdiyim suala cavab verəcəksənsə danış. Və sualı təkrar. Hə də, ona cavab verəcəyəm də. Mən bir şəriət ölkəsində Quran ayətinə baxıb, bu ayətə baxıb, Quranın bütününə baxıb, ala bilərəm, alanmaram. Yox, çünki dövr fərqi var. O zaman mən bunun dövr fərqi olduğunu ayətlə təsdiqim ver. Dövr fərqi olduğunu ayətlə təsdiqini niyə verim sənə? Aydındır da, 1400 əvvəlinə indiki dövr birdir bə. O zaman 1400 il əvvəl apar Quranı saxla, bu günə gətirib çıxartma. Bu bir. İkincisi.
Əgər sənin Quran ayətlərin bu gün keçərsizdirsə, bizim də işimizə yaramaz. Quran ayətin keçərliyi ilə əlaqəsi yox. Dövr fərqi var. Qulaq as. 3. Şəriət nə deməkdir? Şəriətlə idarə olunan bir dövlət nə deməkdir? Qurana bağlı deyil. Şəri hökmlərlə idarə olunan bir rejim belə bir şey. İndi mənə bir dənə şəri hökm göstər ki, 8 yaşında qız uşağını almaq olmaz. Hə, indi siz danışdınız, siz də məni dinləyin olar. Deməli o vaxtlar qadınların buluq çağına gəlməsi yəni indikindən daha da tez idi. Yəni indi o Salamat. Əlimizdə biologiya var. Yalan utanmazsan. Paleontologiya var, antropologiya var. Çevikkərə yatmazdı. Nə o xortumuna damğa vurardım, sonra gedərdi. Neyse. Vaxt itkisidir. İnsanlar bir şey öyrənsinlər heç olmasa. Bugün az şey öyrənmək olur. Camal buyur, xoş gəlmişsən. Salam gözəl qardaş. Aleyküm. Mən səni belə tanıyıram deyənə biraz uzun müddətli baxıram. Mən də 34 yaşım var. Nə qədər? 5-6 yaşımdan namaz qılıram, ibadət edirəm, Quran oxuyuram. Amma araşdırıram da bir sözlə. Yaxşı. Məsələn, tərcümələrin arada bir tərcüməsini oxuyanda özüm də biraz təəccüblənirəm ki, fikirləşirəm ki, bunun tərcüməsi səhvdirmi? Məsələn, Şiə təriqətlərə ümumiyyətcə biraz yaxşı yanaşmıram. Məsələn, sünnilər bir şey deyir, şiələr bir şey deyir. Baxıram sənə, sən bir şey deyirsən. Adam belə çaşbaş qalır. Məsələn, biridir Allah var, biridir Allah yoxdur. İnsanlar belə bilmir artıq hansı yol tutsun. Bildim. Başka bir şey? Heç bir şey. Sağ ol. Karabağ buyur, hoş gelmişsin. Selamünaleyküm. Herkese selamlar olsun. Sağ ol. Kardeş, sen birbaşa Kur'an'a karşı, Allah'a karşı çıkırsan da öyle değil mi? Biz de bir Müslüman ülkesiyik. Ve birbaşa da gedib konstitusiyaya and içmirlər ki, Cənab Prezident əlin Qurana basır ve 3 prezidentimiz olub, 3 Özde kiliseye gidiyor, sen de git. Shifting buyur, hoş gelmişsin. Salam, xoş gördük. Necəsiz? Sağ ol, sen ne diyorsun? Çox sağ olun, yaxşı. Çevik müəllim, mənə bir şey maraqlıdır. Siz bionuza baxdım, videolarınıza da baxmışam onsuz da, maraqlıdır. Prosto materializm, parsimoniya qoymusunuz. Materializmi bilirəm. Yəni parsimoniya, yəni niyə reduksiyaya salaraqdan izah olunur bəzi şeylər. Okka mülcücü prinsipidir. Okka mülcücü prinsipidir. En sade ve praktik olarak işler. Bilirəm, mürəkkəb o. Bəli, yəni mürəkkəb situasiyalar, yəni mürəkkəb strukturlar. Onlar niyə mürəkkəblikdən çıxıb da sadə predmet olaraq ehtiva olunmalıdır? Mən çatmadı. Məsələn. Yəni bu elmin acizə ayrılması hissələrindən biridir. Yəni parsimoniya düzdür, elmdə geri mexanizm olaraq işləyir. Məsələn, niyə deyil? Onu demirəm, yazdım. Deyirəm ki, məsəl üçün 3 alternativ içində açıqlayıcısı, izahı çox olan, özünün daxilində izaha çox da ehtiyacı olmayan və öz varlığı ilə arqument olaraq birdən çox şey izah edən şey qalarkən ümumiyyətlə izah olmayan bir şeyi seçməyə rasional kateqoriyaya girə bilərsənsə? Ümumiyyətcə onda mən burada metafor verəcəm sizə. Ki, məsələn, sizdə analitik təhlil var ki, sizi bir otağa salırlar. Onsuz da çox şey elə, baxın, məsəl üçün təhlil, elmin metodik əsaslarını bilirsiniz də. Elmin metodik əsaslarından biri təhlil və sintezdir də, düzdür? Elmin metodik əsaslarından biri və birincisi də naturalizmdir, bilirsən də. Bəli, təbiətçi, bilirəm. Naturalizmdən danışmıram, başqa şeydən danışıram. Yəni, özümüzə istəyirəm müdaxilə olmasın. Yəni, bu belə deyim, Çevik müəllim, demək istədiyim budur ki, təhlil və sintetik analizdə... Tamam. Təhlil və sintetik analizdə, belə deyim, parsimoniya geçərli deyil axı. Çünki mürəkkəbcəsini izah oluna bilən situasiyalar. O zaman materializm istifadə edirsən. Mənim məqsədim o deyil. Daha bunu deyim, mən bu mövzuları hiç girmək istəmirəm, prosto elə belə maraqlandım sizdən. Yəni, sizin subyektiv fikriniz mənə maraqlı idi, əlaydı bu arada. Prosto mənə maraqlı olan bir şeydir ki, sizin də hal-hazırda verdiyiniz şərh, yəni varlığın ontologiyası falan bir şeylər, ontologiyanın üçün kriteriyalar istəyirsiniz falan, bu
tipas şeylər. Bilirsiniz ki, bunların hamısı subyektiv interpretasiyaya dayanır. Ki ontologiya veriləcək təriflər var. Məsələn, sizin verdiyiniz təriflər semantik. Xeyr əzizim, dilin semantikasına dayanır. Bildim. Yəni semantik tərifdən və elə bayaq onu dedim də, sizin verdiyiniz təriflərdən məsəl üçün biri budur. O niyə var? O nəyə görə var olmalıdır? Onun var olmağı səbəbi nədir? Yox. Və ya da onun var olacaq Əzizim, dəlillər danışa gedirsən, belə olmur. Bax əzizim, ontologiyaya çıxış icazəsinin hansı hallarda verilə bilər? Ontologiya epistemologiya qurulundan sonra, epistemik prinsipdən sonra ontologiya girir. Epistemologiya, yəni məntiqi çıxarış olmalıdır, düzdür? Məntiqi çıxarış üçün, məsələn, epistemologiyanın verdiyi nədir? Suallardan biri. Epistemologiya deyir ki, bu bilik nədir? Bu bilik niyə var? Bu bilikin var olmalı səbəbi nədir? Ontologiya nədir? Ontologiya deyir, onun atributları nədir? Yəni, ontologiyanı açmaq istəyirəm, epistemologiyanı ki, yəni, etimologiyasını dəyişmək. Ay qaqaşım. Bax, ontoloji iddiaya qaldırmaq üçün sən bilgi fəlsəfəsinə girməlisən. İki dənə variantı var, ya empirik dəlildir, ya da ki, məntiqi, əqli. Düz? Bəli, bəli. Empirikdir, analitik təhlildir. Bu şeylər, sintetik analiz bu şeylər, bəli. Bir də nədir, əqli? Mən o sonra deyirəm. Çevik müəllim. Bildim də indi qulaq as. Müəllim demədən və qulaq as. Ay qardaşım, bir dənə qulaq as. Teoloji argumentlərin semantik tərifi yoxdur, referenti də yoxdur, qəbul və təqzim meyarları da yoxdur. Nətər eləyək? Adama qayıdıb deməzlər ki, sən hansı analitik kriteriya ilə mumbarlıq fəlsəfəsinə soxursan? Teolojik strukturlarının semantik tərifi yoxdur. Var. Bəli, var, amma bəxtiniz yoxdur. Onda zəhmət olmasa mənə İslamın tanrısının semantik tərifini ver. Mən baxın bir dənə profilimə baxarsınız, görəcəksiniz. Mən İslamçı deyiləm. Mən belə deyim, mən demək istədiyim birisi nədir? Mən demək istədiyim budur ki, sizin hal-hazırda dediyiniz bütün dogmalar, yəni şərhlər, hamısı subyektiv interpretasiyaya dayanır. Yəni bu sizin şərhinizdir. Yəni bu şərhi də sizin qəbul edən, sizin perspektivinizə uyğun insanlar qəbul edirsə, sizin dünyanıza daxil olacaq. Yəni mən bunu demək istəyirəm. Yəni bunu qəbullana. Obyektiv bir məqdar deyil, onu demək istəyirəm. Qulaq as. Olmadı ki. Bax, free baxır, kognitiv ehtiyacı bağlaya biləcəyi şey deyil. Bu rasional və irrasional kateqoriyaya çıxarda biləcəyim bir şey. Yox, mən heç nəyə bağlamıram. Yəni bağlasam inanın ki, zəhmət olmasa. Zəhmət olmasa. Zəhmət olmasa. Əzizim, teoloji tanrı çıxarışlarının, tanrı təriflərinin hansı semantik tərifi stabil və düzgündür? Onu deyirəm də, bunların hamısı subyektiv interpretasiyaya dayanır. Bayaq mən nə deyirəm? Əzizim, var mı, yox mu? Ontologik şərh var, bəli. Və məsəl üçün siz deyəcəksiniz ki, bir şeyin semantik tərifi olmaq üçün sizə 3 şey verəcəksiniz. Alternativ yol deyəcəksiniz, bu alternativlər əgər açıqdırsa mənim üçün, bu qapı. Bu epistemik prinsipdəki olan qapı əgər mənim üçün açıqdırsa, deməli bu doğrudur. Məsələn, siz deyəcəksiniz ki, semantik tərifi olmalı. Ay qardaşım. 5 dənə GPT cümləsi ilə olan şeylər deyil bunlar. İşi hara aparırsan sən? Anlaya bilirəm, hara aparmaq. Nə yaparlar? Yəni epistemologiya ilə ontologiyanın etimologiyası. Ay qaqaş. Özünü reklama çıxartmısansa, özünü reklam eləməyə çıxmısansa, buna gərək yoxdur. Teoloji bir iddian varsa ver, analitik təhlilini aparaq. Yoxdursa, ki sabaha qədər qoy diktafonu qabağa danış. Başa düşdün? Mən onu demirəm. Mən bir sizə nə deməyə çalışıram? Sizin hal-hazırda verdiyiniz, bəzi mövzularda verdiyiniz argumentasiyanın çoxsunda xəta var, fəlsəfi xətalar. Mən onu demək istəyirəm sizə. Ki mənə tərifi verilmir. Qulaq as bir də. Tərifi sabit olmayan bir şey, semantik tərif olmayan və referent olmayan bir şey hansı analitik kriteriya ilə iddia olaraq qaldırılır? Ontoloji status alır. Bunun bir dənə cavabını ver. Aktuallaşdırıcı varlığın ontologiyasından danışmırıq burada. Yəqin ki bilirsiniz də bayaqdan mövzu başqa şeydir. Yəni burada biləndən olsa biləcək hansı mövzudan danışır. Qardaşım iddian var yoxsa yox? İddia deyil. Mən deyirəm ki, sizin hal-hazırda dediyiniz bütün cümlələr hamısı subyektiv olaraq var. Obyektiv meyar deyil. Bunu qəbul edin. Yenə başa düşmədim. Ay qaqaşım, ontoloji iddian var yoxsa yox? Mənim əzizim, baxın ontologiya, bax belə deyək, gəlin ontologiyanın etimologiyasını açaq. Çünki siz ontologiyanı bilməmənizi başa düşün. Təşəkkür ederim. Onsuz da bura tanrı iddiası ilə gələn subyektiv interpretasiya ilə gəlir də. Fərqi nədir ki? Onu anlamayacaq, yox. 5-10 dənə cümlə ilə gəlir. Alo. Bəli. Salam əleykum. Əleykum.
Ay qardaş, buraya yazıbsan Allah yoxdur. Bundan kayf alırsan sən belə ilə. Elxana deyim. Buyur Cavanşir, xoş gəldin. Məleyküm. Hoş geldin Çevik. Çevik, ben sen birçok hallarda razılaşıram sənə söylədiklərindən. Mən bir sənə razılaşa bilməm. Bəzi insanlar var ki, burada məsəl üçün görürsən ki, düz danışırlar, sonra atırsan səssizə. Bəzilərini atırsan, oyuna razılaşam, çünki məntiqsiz danışırlar, sözlərdə məntiq yoxdur. Vaxtım olmadı ama. Buyurun, hoş gelmişsiniz. Məsləhətimi özünə saxla. Az önce danışılan cümlelerden 5%'ını anlamadığın halda nətər kim düzdür, kimdir, səhvdir deyə bilərsən. İnterpretasiya bilirsən sən nədir? Ya da kontologiya, ya da epistemologiya. Dedim ben oynama ha. Kamran buyur. Kemal hesabın adına bak bir nefer istiyatım. Allah beni İran mollası elə. Salam. Mələküm. Tanıyıram onu. Allah yoxdur. Yox. Allah sənə lənət eləsin. Razısan? Amin. Qaqa Allah bloknotunu açıb tutub belə denən bütün işlərini icra eləsin, qaça-qaça eləyəcək hamısını. Denən haqda çünki. Belə Allah Mənə də. sizin hamınız düzə də lənət eləsin. Sağ olun. Allah məni heç nə eləyə bilməz. Mən Rəbbəm. Gir. Hadi qoy həvəsini. Nənəm də elə bil. Hüseyin buyur, xoş gəlmisən. Dəviş axşamın xeyir, dəyərli qardaş. Neyinsən, nətərsən, gözəl qardaş. Sağ ol, sən necəsən? Səni sevə-sevə izləyirəm, dinləyirəm. Mən özüm ateistəm. Mənə bir sənlə maraqlı, gözəl qardaş. Sən bu əsəbi, bu vaxtı, bu zamanı, bu taxtabaşlara niyə sərf edirsən? Bunlar da ons başa düşən növrü bunlar. Bunlara sübutla, dəlillə, gözlərinə sorsan xeyri yoxdur. Biri özdə müsəlman deyir, deyirəm ki, yeri göy yaradan Allah. Quranda niyə Məhəmmədin əmsini qarğış eləsin? Bilirsən də Məhəmməd uşaq ikən atasını, anasını itirir, əmi saxlayır onu. Əmsindən də yaxşı onu tanıyan adam yox idi ikinci. Bu adam əmsinə Quranda qarğış edir. Deyirəm, ay sualıma cavab verə bilmir. Deyirəm, yaxşı başqa bir şey. Ayə surə gəlir ki, Məhəmmədin evinə gəldi, çox oturmur. Deyirəm, bu heç bir məncə... Uşaqla ekran bəyənisi biabırçı vəziyyətdədir. Ekran bəyənisini artıraq da 1 milyon olması lazım deyə. Zəhmət olmasa. Bir də yayını bəyənək, paylaşaq. Takip eləməyənlər də takip atsın hesaba. Hə, buyur əziz. Qardaşım, mən sualıma cavab istəyirəm ki, bu Allah bunun əmsinə niyə qarış eləməlidir Quranda? Yəni, bu hansı... Nə bilməyim mən, qardaşım, oradan baxanda mollaya oxşuyuram mən. Təşəkkür edir. Yox, mən o müsəlman yox, o müsəlmanlardan soruşuram. Sağ ol. Nə? Özümə yaxşı bax, əziz qardaşım. Sağ ol. Sən burası, valla mən sən cavan oğlansan, əsəbləri qoru. Bunlara xeyri yoxdur. Bunlara xeyri yoxdur, qardaş. Sıxıntı yoxdur. Savadları da yoxdur, ha. Savadla, dəlillə, subunla ortaya bir şey qoya bilmirlər. Ancaq söyüş təhqir. Özlərinə hörmət eləmirlər. Özlərinə hörmət eləsələr, başqalarının təhqirini söyməzlər. Ümumi danışmıyor. Yox, əksəriyyət elət də, gözəl qardaşım. Əksəriyyət elətdir, söyüşə təhqirini cavab verir. Təşəkkür Çünki taxtabaşlar, cahillər, nadanlar. Sağ ol. Öpürəm, var ol. Danışma olar. Olar bəy, buyurun. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən xeyli vaxt sizin bu videolara baxıram. Görürəm ki, siz çox savadlı bir olansınız. Dindən də çox gözəl bilgiləriniz var. Çox gözəldir. Və bilirsiniz nə demək istəyirəm mən? Yəqin ki, məlumatınız var. Xristianlıq barəsində də. Mən çünki dinlərdən belə görürəm ki, məlumatınız var. Və xristianlıqda təriqətlər İslam dindən daha çoxdur. Yəni orada evangelistlər var, katoliklər var, protestantlar var, Yehova şahidləri və ilaxır və s. Yəqin siz məndən yaxşı bilirsiniz bunları. Amma siz əzizim, heç vaxt xristianlarda belə söhbətləri eşitməz ki, mən nə bilim, filan şey düzdür, filan şey düzgün deyil. Olmazmı ki, hər öz təriqətində qalsın, öz inancında qalsın. Yəni qoy eləsinlər də bunu kimə nə ziyanı var ki?
Siz də mən görürəm ki, savadlı insansınız. Çox Ay vətəndaş. Birisi radikal olmağa qərar verib, sənin övladın olan bir yeri partlatsa, kim götürəcək o məsuliyyətin? radikalları mən inanmıram ki, deməli o həmin o İslam'a qulluq edən insanların 99%-i mən inanıram ki, onlar pisdir. Mən 100% inanıram. Deyirəm ki, o radikallar ki, düz deyirsiniz, onlar da var. Hansı ki, çox radikal baxışları var. Ben Laden kimlər deyək də belə. O İslam'a qulluq edən bütün təriqətlər, mən inanıram ki, onlar hamısı onu pisləyirlər. Heç kim bu radikalı... Mən sən deyirəm, qulaq as qardaş. 5000'e yaxın qrup, üzvü olan bir qrup, telegram qrupları var bəzi adamların. O qruplarda ölkəni vuranda, İranlılar ölkəmizi vuranda sevinənlər, minlərlə adam sevinirdi. Nə danışır? Lənət olsun. Lənət olsun elələrinə. Elə deməklə olmur da buna qarşı mübarizə aparılmalıdır. Ona qarşı mübarizə aparaq, ancaq inanclara toxunmayaq da. Yaxşı olar ki, ona qarşı əlbəttə mübarizə aparmaq lazım. Qanun çərçivəsində. Amma inanclar o insanlar inanclarında qalsınlar. Nə olacaq Xanlar ki, qanun çərçivəsində toxuna biləcəyim hər şeyə toxunaram. Ya bunu kimsə engel ola bilməz. Allah köməyimiz olsun. Allah köməyimiz olsun. Nə deyirəm? Varsa olsun da. Sağ ol. Sağ olun, sağ olun. Təşəkkürlər. Xanlar kişi hələ bilmir ki, xanlar kişi mən video paylaşmışam. Cavan uşaqdır, 19 yaşı var. Ya deyir, səni deyir öldürsəm, bilirəm sənin kimlər çoxdur, amma hamımızı öldürə bilsəm öldürərəm. Hələ bunların xəbəri yoxdur belələrindən. Maraqlanmırlar da böyük ehtimal söhbətin içində deyirlər. Azad bəy, buyurun, xoş gəlmisiniz. Mikrofonu açsın, zəhmət olursa. Açıqdır mikrofonunuz. Ceyh bəy, axşamınız xeyir olsun. Axşamın xeyir. Mən sizi dəstəkləyirəm. Din barəsində danışmaq istəmirəm. O gün AK Parti haqqında nəsə danışmaq istədiniz. Oğlan çıxdı. Maraqlı gəldi. AK Partiya nəsə düzgün qaynaqlanmır ki. AK Partiya partiyası. Xeyr, mən heç bir partiyası deyiləm. Prosto maraqlı gəldi. Mənə də maraqlı gəlir də AK Partiyanın vizyonu, siyasi dəstək xətti, Türk İslam sintezi. Mən də başa düşürəm, Türkiyədə də birinci Erdoğan'ın partiyası da AK Partiya, düzdür mü? Mən də onu deyirəm də, o risk ala bilmərəm, mən. Başa düşdüm, çarşıda qarışmaq. Yəni, mən nə demək istəyirəm? Tural bəyi mənim uşaqlıq dostumdur, yaxşı tanıyıram. Ailəsini yaxşı tanıyıram, yəni namuslu qeyrətli ailədən biridir. Düzdür, danışır, indi çox adam elə başa düşür ki, müxalifət bugünkü... Dostunuzu dediniz? Bəli. Soruşma qayb olmasın, ümumilli liderini niyə deyə bilmədi ki, Tural bəy? Bilirəm, o kəramət verdiyi sualı, o var da bəzi suallar var, heç adamlar cavab verə bilmirlər. Yəni, nə demək istəyirəm? Yəni, bir adam özünə ümumilli lider olaraq Ərəbistandakı birini, hətta 1400 il bunun əvvəl olmuş birini niyə seçmiş? Onu mən də almışlamıram, düzdür, mən ona demirəm də, düzdür, orada belə deyək də, biraz cavabı hazır deyildi onda, çox nəsə verdi. O zaman siz diqqət edin, Azad bəy, Tural bəy bizimlə ya da bizim düşüncədə hər hansısa biri ilə diskusiyaya məruz qalmasın. Çünki ondan sonra şansı qalmasın. Mümkün deyil, bilməz. Yəni, onun fəaliyyəti başqa, nə demək istəyirəm? Yəni, belə insan olaraq, mən onun ailəsini də tanıyıram, çox gözəl insanlar. Hətta... Əzim, o zaman müraciət edib deyirsiniz ki, Türk İslam sintezi altında Türkiyədən inteqre olunan əxlaq, əxlaqsızlığın daniskasıdır. Başa düşürəm. Yəni, nə demək istəyirəm? Ola bilər dildə nəsə deyilir, amma bilirsən də, onun böyük qardaşı Teymur Abbası da şəhid oldu. Şəhid olubdur. Bilirsiniz, yəqin məlumatınız var. Bəli, var. Allah canı sağ olsun. Yəni, prosto mənə maraqlı gəldi. Sadəcə bildirmək istədim ki, zaten normal olan, min illərdir normal olan sağlam bir əxlaqi strukturumuz var idi bu coğrafiyada. Nə oldusa AKP'dən sonra oldu. Biz AKP'nin pis kopyasını ölkəmizdə istəməyik. Mən də istəmirəm, sizi dəstəkləyirəm. Başa düşürəm. Yenə deyirəm, mən Turalın özünü də tanır, təmiz bir insandır. Yəni Tural ömür boyu vətəndə xəyanət etməz. Yəni mən onu bilirəm. Və onun ailəsi də. Sadəcə siyasi vizyonun ölçülmək istəyir. Siyasət düzdür deyir, indi
var da Yusuf danışırlar. Bir de sevgili çıkar. Onlar buradan bir tane şey səslənmək istəyirəm. Mən Avropada da bir dostum yaşayır. İcazə verirsənsə deyim onu da. Deməli, orada gedib oturum alanlar, akasiya Azərbaycanı gedib orada pisləyirlər ki, biz oradan qaçıb gəlmişik. Vəziyyət pisdir, budur. Bu şeylərə görə gedib orada oturum alırlar və onlar oradan Azərbaycana promoy reyslə bilet alıb gələ bilmirlər. Çeriz gəlirlər. Çünki onların yalanlarının üstü orada açılar. Məsələn, Azərbaycandan qaçıb gəlmişdik, oraya uçub niyə gediblər indi? Və o bizim dövlətə, bizim hökumətə çox problem yaradır. Bizim belə deyək də prezidentimiz, bu dövlət işçiləri Avropa şöbəsinə gedir, nəsə iddia qaldıranda sıraz onların qabağına onu qoyurlar ki, bax siz vətəndaşları belə incidirsiniz, belə o problemlər yaradır. Mən istəyirəm bir o haqda da danışasınız ki, gənclər eləməsinlər onu. Danışamıram, yazdım. Mastivin diktori deyiləm. Teşekkür ederim. Başa düşürəm, oldu yaxşı, sağ ol. Sen de sağ ol. Murat Bey buyurun, hoş geldiniz. Murat Bey. Adam danışmadı. Cabir buyur, hoş geldin. Salam, axşamın xeyir. Akşamın xeyir, buyur kardeş, hoş geldin, buyur. Çox sağ ol. Sadəcə olaraq dinləyirəm və qulaq asıram. Aşağıdan dinle kardeş. Problemlər. Sonra beyefendi demədi ki, mənim dostum gedib orada danışır. Öz dostum dedi də, hə? Baraxıl. Böyle dediğim an. Samir buyur, hoş geldin. Mən nə vaxt girdim bura? Olmadı da. Axaq görək. Axşamınız xeyir. Buyurun, sizi dinləyirəm. Eşidirsən Çevik? Bəli, eşidirəm. Zəhmət olmasa, həmin o cavanlar, gənclər, nə deyirlər onlara? Onlar elə gəlib dindən zaddan başlayırlar danışmağa, sana gecə eləyirlər. Ölümün ətəri basırdın, nə bilim, niyə əl-höküm elədin, salam-əlöküm söz işlətdin. Bunlara danışmağa belə səbrim çatmır. Hətta gəlib sonra da eləyirlər səndən, dindardırlar. O İranda yazılanlar var idi, nə deyirlər ona? Qurana görə yazılanlar. Körpə uşaqlara nə cürə şey eləmək ki, nə bilim, erməniyə qardaş demək, siğəyə razılaşmaq, bunların türk olmağına bir qramada inana bilmir. Belə adam yanı tökülür, utanır. Anladım azım. Teşekkürler. Alo. Sözü danışa bilir. Ses kimdən gəlir? Teşekkürler. Uğurlar qardaş. Sağ ol. Uğurlar. Kaç sən istədiyinə çatasan. Tabii ki satacağız. Teşekkürler. İnşallah. Alo. Gözde de Tövfik, gözde. Sen de ben de gözde. Quliyev Ferit, buyur, hoş geldin sen. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Bilmirəm bu sualım nə qədər doğrudur, düzgündür sizə vermək bu sualı, amma siz bir deist və yaxud da ateist olmasaydınız, dini müdafiə edə bilərdiniz, yoxsa? Hə, eləyə bilərdim. Heç nə elə bu sualı verəcəkdim sizə. Sağ olun. Sağ ol.
Sağ ol. Niko buyurun, hoş gelmişsiniz. Baxın. Niko'dan ses yoktu. Tevfik buyur, hoş gelmişsin. Salam. Melöçü. Bu ümumiyyətcə siz elmlə düşünən, yəni sizin çıxışlarınıza baxıram. Siz ümumiyyətcə elmə bağlanan insansınız. Yəni sırf Elimizden geldiği kadar. ateist Sessiz ol da olaraq kardeşim orada. Dostum sessiz ol orada, zahmet olursa ses gelmesin abi. ateist olaraq yalnız elmə söykənirsiniz. Yəni elmi isbat Yok, sadece istəyirsiniz. elime sağ söyleyeceğim. Felsefeye de söyleyeceğim. Mənəviyyata da, milliyetime de, milliyetçiliğe de. Bax İsaac Newton özü. Bax siz deyirsiniz ki bütün kainat Big Bang partlayışından yaranır. Ha, ben demirəm, fizika deyir. Fizika deyir. Məsələn fizika onu deyir. Fizika elminin banisi Isaac Newton. Cazibə qüvvəsində Elminin babası sayılan adam Aristoteles'ti hələ ki. banisi də yəni cazibə qüvvəsini kəşf edib də, böyük alimdir. Sen onlar bir tane sual vereyim. Böyük alimdir. Əzizim, iki nokta arasındaki potansiyellar fərqinə nə deyirlər? Ama qardaş onu sən bilirsən. Amma mən o elmim yoxdur. Onda burnun girmeyen yeri başını sokmaya çalışma. Fizika sənlik deyil. Mövzuya gəl. Fizika ay qardaş, mən qulaq as sualıma cavab ver. Yəni ki Isaac Newton cazibə qüvvəsini yaradıb. Yəni cazibə qüvvəsi də Newtonun fizika isə qanunu elminə var. aiddir. Cazibə qüvvəsi də var da. Yəni cazibə qüvvəsi fizika elminə aid deyil. Neçə dənə qanunu var Newtonun? Ay Newton onu mən bilmirəm. Hə, davam elə. Davam elə. Davam edeyim də. Yəni ki Isaac Newton necə oldu ki bu cazibə qüvvəsini kəşf elədi? Oturdu, yəni Ölçümlərlə, riyazi modellərlə və praktik testlərlə. praktik test. Hə, Isaac başına Newton alma özü ay sağ ol. Başına alma düşdü. O özü oxuyan şagird də deyildi. Dərsdən qovulmuşdu o günü məncə. O oturmuş Finala Allah. gəl də, finala gəl, finala gəl. Sən mənə qulaq asmasan, mən sən belə danışmasan, mən finalı mən sənə izah edə bilməyəcəm. Qardaş, nə demək istəyirsən? Almanı Allah attı onun başına. Nə verdi? Nə oldu? Bir danış. Yo, Alman Allah atmır be. İnsanın öz məntiq və düşüncəsi var. Big Bang partlayış yer üzündə neçə dəfə olub. Atom bombası atıblar partlayıb. Nagasaki atıblar partlayıb. Hiroşima atıblar partlayıb. Çernobil hadisəsi olub Rusiyada. Kimdən gəlir bu səs? Səs kimdən gəlir? Çernobildə partlayış hadisəsi olub. Partlayış yıxan, dağıtan bir qüvvəyə aiddir. Düzdür ki, partlayış necə ola bilər ki? Sən elə bilirsən Big Bang'də bir şey partlayır? Bəs sən anlayışın odur, sən Big Bang partlayışı deyirsən axı. Ay yer burada. Bir haber edin fizika. Adam elə bilir ki atom bombası kimi bir şey partlayıb orada. Vasif buyur, hoş gəlmişsən, mikrofonu aç. Soruşmaq istəyirdim, Newton neçə rükət namaz qılıb? Söhbət eləmədim. Vasif. Salam aleyküm Çevik Bey. Mələküm. Mən sizin canlılığını çox xoşla dinləyirəm. Hər gün də demək olar. Sadəcə olaraq sizi bir balaca qınadığım nədir? Bəyək o Türk qardaşlarımız da başqa, amma bəyək bir Türk qoşuldu canlımıza. O giz bir mahnı qoymuşdu. Yəni siz bildiniz mənə demək istəyirəm. Mən sizi o da sarıqda qınadım, ona düzdü bir bəy tərəfi elədiniz. Sonradan da belə zayladı. Mən o həmən Türkçe demək istəyirəm ki, geçsin o həmən mahnıları öz xatib oğluna qoysun. Qoyurlar da zaten. Yox, yəni Azərbaycan canlıya girib onu eləməsin. Öz vətəndaşların öz Türkiyədə o canlıda onları qoysun. Biz de kestikte zaten. O kadar Çevik Bey size hoş geldinler. Sağ ol. Sağ ol. Skorpion buyur, hoş gelmişsin. Skorpion mikrofonu aç zahmet olmasa.
Bax, Anar Xan Kişiyev yazıb aşağıda. O Türk getsin. Salam qardaş. Axşamınız xeyir olsun. Soruşmaq ayıb olmasın. Ölkədə %93-94 etnik kimlik Türk kimliyidir. Sən deyə bilərsən ölkənin 90%-ni get cırdırın. Hə, kələntər. Axşamın xeyir, buyur dostum, xoş gəlmisən. Qardaş, mənim də əlbəttə maraqlıdır ki, mən inansa heç bir şey inanmıram. Cənnət, cəhənnəm, hamısı boş-boş söhbətlərdir. Prosta bir də mənim maraqlı budur ki, Allah hardan yarandı? Ya var, İnsanlar ya yarattı. yoxdur. İnanmıram. Heç nə. İnsanlar yarattı, insanlar. Hə, heç nə qardaş. Sağ ol. Öpdüm qardaşım. Skorpion, aç da o şeyi, mikrofonu. Skorpion. Ha, açıldı. Salam axşam. Aç da qardaşım, aç da. Bayaqdan gözləyirəm. Çox sağ ol, sən necəsən? Xeyirli olsun. Elə çox başım çıxmır ona görə biraz üzrlü sayın. Mən bir şey demək istəyirdim. Bir söz deyib çıxacağam. Başqa bir şey yox. Allah canınızı sağ eləsin. İndi hamımız birimizə deyəndə elə deyirik. Var, yoxdur. İndi o hər kəsin şəxsi düşüncəsidir. Bu bilirsən nəyə bənzəyir? Birinci toyuq yarandı yoxsa yumurta? Bunun açıqlamasına bənzəyir. Bu uzanacaq, illər boyu gedəcək. Mən bunu demək istəyirdim bir daha. Всё. Başqa bir sualım, bir sözüm yoxdur. Tamam, teşekkürler. Təşəkkürlər, gözünüz xeyrə. Buyursun. Alo. Alo. Gel TV. Buyur. Birinci növbədə sənə təşəkkür edirəm, yəni bu cür çıxışlara görə. Həqiqətən, yəni məndə də çox fikirəm. Bir ayıtdın da belə deyim məndə həqiqətən mənada. Bir dənə səbəb olsun maraqlı, bir dənə sualım var, özümə də çox maraqlıdır. Bu insan öləndən sonra nə baş verir? Cənnət cəhənnəmə inanmıram onsuz. Aha. Elə mən bir dənə də ent yazısı gəlir. Mən də elə fikirləşim, insan öldü, həyat qurtardı, konec. Bəli, bəli. Prosta bu insanın dünyaya gəlməyə maraqlı. Nə tür olur biz yaranırıq, nə bilim o proses. Təkamül, abiogeniz, bunları oxu da. Yaxşı olacaq. Çox sağ olasın, Allah razı olsun. Sağ ol. Sağ ol. Prince buyur, xoş gəlmisən. Salam. Mələkür. Babaş, bir dənə sual verə bilərəm sənə. Olar? Olar. Fakat boşluğum. Kimə? 5-ci baboy tanıyırsan kimdir, adı nədir? Hə, tanıyıram. Kimdir? Neyinirsən? Turşuya Babaş, qoyursun. 5-ci baboy tanımırsan, 6-cı baboy tanımırsan, durub Allah'a inkar edirsən, Allah yoxdur. Başırsan. Dünyanın yaşı 14 milyard. Dünyada mələr olur. Fərqi nədir ki? Soruşuram da. Fərqi nədir? İnsanım, qardaş. Müsəlmandır, kafirdir, yeziddir, söhbət ondan gəlir. Allah nədir ki? Allah bütün bəşəri, bütün gördüyün təbiəti, canlı varlıqları Allah yaradı. Nətə yaradıbdı canlıları? Məsələn, insan nətə yaradıb? İnsanı. O Allah'a məxsus olan bir esirdir, onu heç kim deyə bilməz. Necə yaranıb, nətə yaranıb, qardaşım. Sən başa dönərəm. Necə? İlk yaratdığı insan. Biyologiyanın yazıblar da. O fərziyələrdir. Adəmdən də qabaq insanlar olur, qardaşım. O deyirəm bax, 5-ci babamızı tanımırıq biz. Kimdir, hardadır, qəbri hardadır. O biz bilə bilmərik. Heç sən də bilə bilmərsən, dərinliyinə belə baxamam. Anladım. Teşekkürler. Başka bir şey yoktu. Allah var. Hardadır? O sənin qəlbində. Arasında sağ mədəcikdə yoxsa sol mədəcikdə? Sən bilirsən ki, sənin damarların 90 kilometrdir, bəlkə də çoxdur. Sən onu deyə bilərsən. Yəni? Sənin bütün başından ayağa damardır. Başdan ayağa. Teşekkürler. Başa düşsən. Sağ ol. Teşekkür. Mirmiş buyur, hoş gelmişsin. Külək aparacaq qaqaş səni. Küləksiz yerdə deyəm.
Mir, buyur, hoş gelmişsin. Sesin gelmiyor ya gaga. Gaga sesin gelmiyor. Diyan. Dokun satır zəngələ. Diyan şu alabla zəngələyək. Diyan. 51 738 29 71. Diyan. Buyur, akşamın xeyir Galip usta. Nətə? Yo, cemaat da eşidir bu arada. Biraz ha. Ha da biraz ha. Yok, sen ağlıyorsa bilinmez. Tamam. Sen ağlıysan. Koş, sana sözüm var orada. Cemaatin karşısında. Yo, burada denəmdən ne demirsən? Yok, burada yok. Burada tehdit demek istemiyorum. Ben istemem ki cemaatin karşısında sabit. Biz de kelime söz değil. Ha. Yaxşı. İstəyat qoşuram sən. Adı nə deyirsən orada? He, Galip Usta. Yaxşı. Gəl. Koş diyeceğim. Gəl. Qoşaq ümumi desin. Qoşaq ümumi desin. Salam Çevik, axşamın xeyir. Axşamın xeyir, buyur. Qardaş, bir dənə söz deyim. Bax, deyirsən ki, mən qaziyəm, mən vətən müharibəsində iştirak eləmişəm, belirləmişəm. Yəni, bir sənin nətərdir? Bu cəmaatı çağırırsan ora, debata çağırırsan, hamı sual verir, sualı yarımçıq qoysan, hamını atırsan geydən. Qulaq az. Bir dənə sözümü kəsmə, başına dönüm. Mən nə yenə deyirəm, mən nə dini əhli deyirəm, nə kafir Belə deyirəm. gəlməmiş, deyirsən biraz qazlı gəlmiş. Yox, qulaq az. Yox, mən qazlı gəlməmişəm. Prosto mən 3 aydır sizi izləyirəm. 3 aydır. Prosto siz gəlir, kimsə gəlir sizə bir balaca qalib gələn kimi onu bir dənə bəhanə tapıb şeydən atırsınız. Yaxşı. Bayaqki qaqaş nəzərdə tuturdun? Yox, bayaqki qaqaş nəzərdə tutmuram, qardaş. Gəl onda sənə dinənməyə görüm. Bax, yox, mən debata gəlməmişəm. Mən prosto bir dənə bir sənə gəlmişəm. Qulaq usta. Mənə bax, qardaşım, epistemologiya nədir bilirsən? Qardaş, mənə onun aidiyyəti yoxdur, amma bir sənə tərir. Ma aidiyyəti yoxdur, bildiğimiz sağ aidiyyəti yoxdur. Sən anlamadığın mövzularda kimin qalib, kimin zəif olduğunu oradan bir dənə Allah'ımı tanıyıram. Allah'ını tanımayan insan kafirin kafiridir. Qardaş, səni yaradan, məni yaradan hamısı Allah'dır. Qulaq. Buyur. Mən birinci qrup Qarabağ əliyəm. Bax, gözümün biri yox, qolum kapron, tam kapron. Qulaq yaxşı. Bu sənə, qulaq az. Mənə Allah bu günü həyatda qulaq az. Sakit. Buyur. Bu sənə o haqqı vermir ki, kiminsə konstitusyonla haqqına müdaxilə eləyəsən. Bu bir. Yox, müdaxilə eləmirəm dədə. Sən cəmaatı burada barmağına sözümü kəsmə. Buyur. Mənə bax, əgər mən bura çıxan adamlar barmağıma dolayıram, hal-hazırda sən barmaqda olmalısan. Ona görə diqqətli konuş. Barmaqda sənsən. Qulaq as. Sağ ol, sənə görüşəcəm, narahat olma. Qulaq as. Yox, elə bir şansın olmayacaq, narahat olma. Yox, onsuz görüşəcəm. Nə yolun olsun görüşəcəm. Sakit. Görüşmək istəyən Qəbələdəyəm də. Siz də korpuslarda Qəbələdə deyilsən, sən Azərbaycanda deyilsən. Mən səni araşdırmışam. Söyə bilərsən. Yox, əstağfurullah. Mən o tərbiyəni gəzdirəm. Yalancıya deyirəm, söyə bilərsən. Yox, mən o tərbiyəni gəzdirəm, mən söyləyirəm. Yaxşı denən yalan deyən Allah lənət eləsin. Yox, qulaq, yenə deyirəm. Deyirsən Qəbələdəyəm. Sabah gələcəm Qəbələyə. Mənə görüşə bilərsən? Hə, görüşəcəm. Yox, görüşəcəm sizdən. Hə, görüşəcəm. Sən gəlməsən sabah. Mən qatil deyirəm, mən səni öldürəm. Yox. Qalib. Qardaş, mən nə deyirəm? Mən qatil deyirəm, mən şərəfsiz deyirəm ki, mən Qulaq az. Gələsən sabah burada 2600 nəfərin qabağında söz verirsən. Sabah gələcəm. Qəbələ. Bəli, Qəbələyə gələcəm. Gəlməsən? Sabah gələcəm. Gəlməsən nə olacaq? Çıxıb burada üzr istəyirsən. Saat neçədə görüşək? Yox, bax bu cəmaatın qarşısında deyil. Sabah nə vaxt görüşəcəyik? Fərqi yoxdur. Qəbələyə çatanda yıxsan məsələ. Mən Bakıdayam. Bax Xırdalandayam. Bu dəqiq Xırdalandayam. İstəyirsən Mozambikdə ol, mənə dəxli yoxdur. Qardaş, bax bu gün Xırdalandayam. Sabah sənlə görüşə bilərsən. Gəlirsən də görüşəcəksən. Gələcəm. Qarşıma çıxarsan. Ay qulaq as. Biz dovşan da ölük, narahat olma. Ermənidən təhlükəli olmazsan hər halda.
Gör nə deyirəm? Başına dönüm. Mən sana dost. Bax görsən mən Mən hörmətli başıma zadıma yanaşıram. deyim, başıma zadıma Qulaq as, mən hörmətli Kəbəzədən başıma. Mən Sən Kəbəzədən mənim başıma. Azərbaycanlımsan. Qulaq as. Qulaq. Qulaq as. Mən sənə hörmətsiz yanaşmıram. Qulaq. Sən mənim Azərbaycanlımsan. Eşitsən məni? Sabah mən gələcəm. Saat neçədə görüşəsən məndən? Ay fərqi yoxdur, aynı çıxır yığarsan. Deyirəm ki, gəlməsən nə olacaq? Nətər nə olacaq? Gəlməsə burada çıxıb 3000 nəfərin qabağında üzr istəyəsən. Mən sabah gələcəm. Sənin harda görüşəcəm? Onu mənə bax 3000 nəfərin qabağında deyir ki, mən falan yerdə görüşəcəm. Bum yolunda sənə uşqulaqla çay alacağam. Sən narahat olma. Sən mənim sualıma cavab ver. Bax indi bəri sən məni qulaq as görün edirəm. Sənə qulaq as. Mənim bax bu nömrəyə WhatsApp-ım var. Mənə bir dənə konum at. Eşidirsən məni? Mən sabahlar səninlə görüşəcəm. Bir dənə Qalib kişi. Qalib kişi. Bizim tərəflərdə kişi evinin içindən konum atmır. Tanımadığı görüşəcək adama. Gələsən mərkəzə. Başına dönüm sən. Qulaq as. Mən düşmə kimi gəlmirəm ha. Mən düşmə kimi gəlmirəm. Qulaq as. Saç. Hə, qulaq asıram. Sən dediyim sualıma cavab ver. Gəlməsən çıxıb burada. Üzr istəyəsən. Qulaq as. Mən gəlsəm, bəs sən çıxmasan nətər olacaq? Mən söz verəm burada 3000 nəfərin qabağında. Bəli, ona görə deyirəm, mənə bir dənə konum at. Evdən yerin içindən yox, çıx çöldən konum at. Mən sabah gələcəm. Kimsən ki, mən səndən çölə çıxım oradan konum atım. Gələsən rayına. Mən sənin vətəndaş, qulaq as, Azərbaycanlıyam. Eşit, gözəm fırlatma. Deyirəm ki, bir dənə çöldən konum at. Gələsən rayına, zəng eləyəsən mə? Başa düşdün. Mən hər gün zaten yayında olan. Təbii ki, çıxacam, 3000 nəfər var ya burada. Təbii ki. Bir dənə söz deyim, qulaq as, gönə deyirəm. Başına dönüm sənin. Bax bir dənə söz deyim, başına dönüm. Qulaq as. Mən yenə deyirəm, mən çoban ailəsində böyüməmişəm. Mənim atam 40 il məhkəmə işləyib. Özüm 2 diplom yazıyam. İndi bax birinci qruplara bax eləyəm. Qulaq as. Qulaq as görürəm. Marağımda deyil sənin diplomun. Yox, bir dənə gör nə deyirəm ha. Qurban sənə, bir dənə məni bağışla. Yenə deyirəm, mən yəni birdən deyərsən ki, bu kimdirsə məni doluyur, kimsə bərabə nəsə çıxıb yox. Çox zanlı. Yox, qurban sənə. Bax gələcəm. Sabah gələcəm. Qulaq as. Mənə bir dənə konum at, nə olar qurban sənə. Evin içindən çıxma da, çıx bax küçədən at. Bir dənə konum at mənə. Konum at. Sən əgər Qəbələdəsənsə bir dənə konum at. Balamızanı sabah orada olacam. Balamızanı dedim. Sən bilirsən ki, Mənə dəxli yoxdur. Nətər dəxli Bax, yoxdur? deyəcəm sənədir. Çox uzandı. Buyur. Sən sabah gələcəksən, zəng eləyəcəksən, çıxıb görüşəcəm. Əgər sən gəlməsən, sabah səndən məzək gəlməsə, telefondakı arxivi də, bilgini də, zəngi də açıb gəl. Yox, mən sabah gələcəm, amma səni tapmasam, bəs onda nə olacaq? Mən 3000 nəfərin qabağına yayına çıxıram. Yaşlı başladamsa, çox-çox söhbətlər eləməm. Eşitsən məndə də. Qurban sənə, mən orada düşməsilə gəlmirəm. Nə səni öldürməyə gəlmirəm. Mənə dəxli yoxdur. Gələcəm dedinsə, gələcəksən, gəlməsən burada səni yox, mən gələcəm. Üzr istəyəcəksən. Qulaq as, mən gələcəm. Niyə? Qoy deyim sənə. Mən sənə düşməsilə gəlmirəm. Mən prosto bir qardaşım, gələcəm ora ki, qardaş, mənim sənə etirazım budur. Gəlib sənə görüşəcəm. Amma sən bir dənə konum at, mən sənin... Deyirəm ki, rayona gələndə zəng eləyərsən. Konum atarsan? Yox. Haradasansa gəlib götürəcəm, sən gedəcəyik, çay içəcəyik. İnşallah. Bəs götürməsən? Nəyi götürmür? Götürməsəm sabah mən 3000 nəfərin qabağına yayına çıxıram. Xəstəsən sən mən 10 dəqiqə buradan çıxıram. Bax, başına xırdalanır. 10 dəqiqə buradan çıxıram. Hara çıxırsan? Mən də çıxıram. İndi gəlsən? Gəl. Mən indi çıxıram, sabah orada olacağım. Gəl. Nətər? 6 saata gələrsən. 6 saata gələrsən yəni. Qardaş, 10 saata gələcəm. Mən səni narahat eləməyəcəm dədə. Nə qoy başına gəlsən? Qulaq as. Eşidirsən məni? Sənə qurban. Yox, mənim imkanım yoxdur. Mən xarici maşından gələm, nə bilim, zakaz maşından. Xarici mən qoy başına dedim. Ot biçən maşından gəlsən. Yox, qurban sənə. Gələcəm avtobazala. Qəbələdə deyilsən. Mən nə vaxtı buradan çıxacağam? Sabah günü çatacağam ora. Sənə zəng edeyim ki, qardaş, mən burada Qəbələdə. Sən deyim adresdən götürüb gətirsinlər sən. Deyə bilərsən. Hər yerdə dostumuz olur. Hər yerdə dostumuz olur. Pulsuz gətirəcək? Xeyr. Xeyr olur. Borcum var sən. Və də pulsuz gəlməyət, mən özüm pulumu verib gələcəm. Nə lazımdır ki? Deyirəm də, rahatçılıq olsun sənin üçün. Lazım deyil, narahat olma. Mən indi bax 15 dəqiqə buradan çıxacağım vağzala, xırdalana. Gedəcəm vağzala.
Qəbələyə bir dənə bilet alacağım. Sabahlar oradan gələcəm. Mən səni gecə narahat edəcəyəm. Sabah günü zəng edeyim ki, çevik. Niyə Mən narahat Qəbələdəyəm. eləmirsən ki, gələrsən qonaq Yox, yox. telefonu, sən kirayə ev zad tutub verərik, çöldə qalmazsan da. Yox qardaş, lazım deyil. Mən sənə ora düşməciliyə gəlmirəm. Amma mən səninlə gəlib. Ev verdikdə sən düşmənçilikdir bu. Yox, başa düşmə, mən də deyirəm. Deyirəm ki, mən gələcəm ora. Mən səninlə görüşəcəm. 2 kəlmə sözüm yox. Sənə deyib qayıdıb çıxır gələcəm. Yox, pis mənada yox, ha, bu yozma. Pis mənada yozma. Gözləyəcəm. Prost sən, nə bilim, kimsə gəlir sənin yayımına, nə bilim, bəhanə edirsən, atırsan, tulluyursan qırağa. Amma üzbəüz o başqa şey olmayacaq. Mənim sabadım yoxdur, ha. Deyəm, mən səni gəlirəm, sabatla bağlayayım. Yox. Mən o mənədən gəlmirəm. Prostu, mən Allahıma güvənib gəlirəm bura. Məni də qismət edən Allahdır. Səninlə görüşdürəcəyim. Əlbəttə. Niyə də olmasın? Bəli. Sabah görüşəcəm. Sabah Musa gəlir səninlə debat eləməyə. Başa düşmə. Kimdir? Musa da Həzrət Musanın deyəsən vaqiəsini oxuyub. Qardaş, sözüm varsa müdaxilə eləmə, başına Dəymə. Müdaxilə eləmə. Sənə qurban, müdaxilə eləmə. Sabah dayıya mən bu dayı nə deyir? Qalib kişiyə mən deyəcəm. Bu yolunda üç qulaqlı çay alacam. Qurban sənə, ona sənə də çay qurban, sənə hər şey qurban. Amma Pivə də çək. Pivə də çək. Bəli. Pivə də çək. Pivə. Yox. Niyə? Mən pivə içənəm. Mən araq da içirəm. Pivə, mən müsəlmanam, amma pivə də içirəm araq. Amma yox, indi qəbələyə gələnə qədər də qaydanda tez qaydasan. Yox, əstəğfurullah. Yox. Mən deyirəm. O mən yenə deyirəm, dədə, başına deyirəm. Mən sənə bir dənə söz deyim. Ay müsəlmanam, ay nə bilim, falan yerdə falan şeylər, falan yerdə falan. Yox, o mənlik deyil. Qurban sənə. Mən insan olaraq sənlə görüşəcəm. Yəni bu neçə ayda sənə qulaq asıram. Yəni bu gələnləri, gedənləri çox uzandı bu kişi. Qulaq as, yönədirəm. Bunlar heç bir şey. Çox uzanmasın. Vaxtımız gedir. Sabah görüşərik. Hə, yaxşı. Öpürəm. Özündən müğayət ol. Sağ ol. Sağ ol. Bundan SS götürəm mən. O gəlməz eləməz yayını yaxdı. Niyə ay Afik? Qoy gəlsin daha götürüb aparaq lazaya yeyib içsin də kişi. İndi burada deyir dəyişmirəm. Sözdə deyir. Salam aleykum. Və aleykum salam və rəhmətullah və bərəkatuh. Çevik bəy, səndən bir söz soruşmaq istəyirəm. Buyur. İçkiyə haram buyurulub yoxsa yox? Yox, buyurulmayıb əzim. Amma burada bir problem var da. Haram buyurulan bir dənə içki var, o da çaxırdı. Amma xurma araq içdən haram deyil. Yox, mən səninlə lağlağa eləmədim də. Yəni lağlağa üçün demədim. Kamal abi, ona xurma temasını izah elə də. Qardaş, Quranda içkiyə haram yoxdur. Elə bir şey yoxdur. Uydurma Yox abi, bir dənə qulaq aç, bir dənə söz deyim. Quranda bilirəm haram yoxdur. Bir dənə şey var ki, ağlı başdan çıxardan haramdır. Yəni nə tər ağlı başdan? Yox da qardaş, ağlı başdan çıxardan sözü yox. Və nə sözü var? Mən oxumam. Quluna, nə bilim nə, elə bir şey yox. Qardaş, uydurmadır. Oxumamısan qardaş. Yoxdur elə bir şey. Xamır sözüdür, gah baş örtüsü deyə tərcümə ediblər, gah da ki, içki deyə, spirtli içki deyə tərcümə ediblər. Elə bir şey yox. Gedin, nə bilim, içmək istəyən içsin, içmək istəməyən içməsin. Elə bir qadağa yoxdur. Heç bir şey, sağ olun. Sağ olasın, sağ ol. Mən elə yox, mən o ayələri tədqiq eləyəndən sonra dedim içkiyə haram yoxdur. Sobası gün cəmaət canlıya paya kimi gəldi. Elə eləməyin daha. Mən də qoşdu, mən də qoşdu, Ha, buyur videoqraf. Yaz. Yox, çox sağ ol mənim qardaşım. Elə danışırsan mən qulaq asıram, prosta əlimi vurdum, qoşuldum. Çox sağ ol, minnətdaram. Sağ ol. Muhtarov. Qəbul et. Buyur Muhtarov, xoş gəlmisən. Ay Muhtarov. Salam qardaş, nətərsiz, nə var, nə yox? Yaxşıyam, sən necəsən? Canlıda 3000 nəfər vardı. İndi
Mən deyəcəm çoxları deyəcək düzdür, çoxları yalandır. Biz indi Əzim digital qumar oynaya simişka çıtlayan geri zekalı dostumu yayından uzaq tut. Uzaq deyə prosta səsinə tərcə başım Zəhmət olmasa biraz da uzaqlaşdır. Uzaq, narahat olma. Sözümü deyim ki, əmə zəhmət olmasa olar. Buyur, buyur. İndi 3000 nəfər var da yayında. Məhrəmlik ayı deyirlər də. Biz indi 3-4 nəfər oturmuşuq burada pivə içirik. Açıq danışaq da. İstirahətimizi edirik. 3000 nəfərin içində indi orada yazacaqlar ki, günahdır. Biri deyəcək günahdır, biri deyəcək günah deyil. Bu məsələyə aydın gətirə bilərsən. Mən də yolçuyam da, yolda gedirəm, istirahət eləmək istəyirəm. Günahdır öyle, istirahat velə. Oldu qardaş, yaxşı, sağ ol. Sağ ol. Oksijen buyurun, hoş gelmişsiniz. Axşamınız xeyir. Axşamınız xeyir. Öncə qeyd edim ki, oksigen yox, oksigeodur. Onu nəzərinizə çatdırım. Anladım. Buyurun. Aha, mənim ümumiyyətlə sizi yeni kəşf eləmişəm. Birinci onu qeyd eləmək istəyirəm ki, mən illərdir ümumiyyətlə bu barədə özümə belə həm söhbət tapa bilməmişəm. Yəni nə hiss etmişəmsə 20 ildə elə bilin ki, yəni onun eynisini bu günlərdə siz mənə ötürürsüz. Bunun üçün birinci təşəkkür etmək istəyirəm. İkincisi onu qeyd eləmək istəyirəm. Sizdən çox xahişim var. Mən Gürcüstanlıyam özüm. Bizdə hal-hazırda bilirsiniz ki, çox acınacaqlıdır vəziyyət. 3 dənə yayın olub sizdə, Gürcüstanlı qoşmusunuz efirə. Həm kəsmisiniz. İkisinin də şivəsinə görə, siz hər halda oranın şivəsini, ləhcəsini bilmirəm, bilirsiniz yoxsa bilmirsiniz. Bizdə biraz fərqlidir. Birisinə içkilidir dediniz, birisinə də deyəsən yeni elə bir söz dediniz. Amma onun yəni ləhcəmiz elə. Bizim yox, onlar olan bölgənin ləhcəsi o idi. Sadəcə siz atdınız yayından. Amma sizdən çox xahiş edirəm. Siz həqiqətən də bilirəm, çox gözəl yoldur. Amma çox xahiş edirəm. Orada da bizim həmvətənlər yaşayır və köməyə çox ehtiyacları var. Çox ehtiyacları var. Bunu nəzərə alın. Başqa heç nə demirəm. Mənim özüm sizi izləyirəmsə, niyə də oradan yəni çox güman ki, bir çox izləyicilər var və aydınlanmaq istəyən izləyicilər var. Və bunu nəzərə almağınızı sizdən çox xahiş edirəm. Bir, Gürcüstanlı olaraq. Çünki mən öz orada soydaşlarıma baxanda ürəyim ağrıyır. Heç ümumiyyətlə nə getmək istəyirəm, nə dönmək istəyirəm, nə torpağa ayaq basmaq istəyirəm. Çox xahiş edirəm, bunu nəzərə alın və Gürcüstanlı qoşulanda necə ki bir Azərbaycanlıya o səbrlə, hörmətlə davam eləyirsiniz, hətta boş danışanlar belə bir neçə dəqiqə yayında saxlayırsınızsa, onlara da 1-2 dəqiqənizi ayırsaz, mən çox mən yox, bütün Gürcüstanda məni kimi düşünənlər çox sevinərdi deyə düşünürəm. Əlbəttə. Olar mı? Çox sağ olun, minnətlərim. Çox sağ olun, təşəkkür. Yoldaşlar, Gürcüstan məsələsi problemli bir məsələdir. Ona görə ki, Gürcüstanda vilayət-i fəqih anlayışı çox artıq riskli səviyyəyə gəlib. Bu arada bir Azərbaycanlının Gürcüstanlı olması, bir Türkün, bir həmvətənlimizin, bir soydaşımızın Gürcüstanlı olması onun bizdən olmadığı anlamına gəlmir. Məsələ burasındadır ki, Gürcüstanda, Borçalıda, Marnolidə vəziyyət artıq çox problemlidir. Niyə problemlidir? Çünki artıq İran mənşəli dini çox kəskin şəkildə təbliğ edirlər orada və zombiləşdirmə fəaliyyəti aparırlar. Çox riskli və təhlükəli bir problem var orada. Və nə hikmətdirsə Gürcüstan hökumətinin də səsi çıxmır. Böyük ehtimal sərf edir. Çünki anti-türk düşüncələr və anti-türk zehniyyət pik nöqtəyə çatdırılıb orada artıq. Və bu səbəbdən Gürcüstanda yaşayan həmvətənlərimizdən rica edirik ki, yayınlarımızın paylaşılmasına dəstək versinlər. Çevik abi bir söz deyim. Özdə abi oradakı o Xuxan tanıyıram. O 400 Mercedes oxşar biri var. Saqqallı Mercedes. Bu meymunu. Deməli, ağanın meymunu. Deməli, özdə nə debata gəlir? Ki, qaldırım başıma çırpım yeri, onu bir dənə qəşək çırpım. Eşləyicidən də olur. Heç bir debata zala da gəlmirlər. Bax, videoları paylaşın. Yəni gəlsinlər debata, onların dinlərinin Quranla əlaqəsi yoxdur. Onların bir dənə zvanyası var. Mən qəşəng zvanya vermişəm. Fuslim. Hamısı fuslimlərdir. Muslim deyirlər. Buyurun, davam edin.
Deməli. Səyyad buyur, xoş gəlmisən. Salam, axşamınız xeyir Şəfiq bəy. Axşamınız xeyir. Əvvəlcə onu qeyd etdim ki, hər bir insanın ümumiyyətlə, yəni mən bir neçə dəfə sizin canınıza qoşulmuşam. Görmüşəm ki, yəni debat adı ilə qoşulurlar, amma yəni bunun sonu mübahisəyə gedir də. Yəni əvvəlcə onu qeyd etdim ki, hər bir insanın fikrinə, əqidəsinə yanaşması, hörmətlə yanaşmaq lazımdır. Yəni din özü də yəni məcburiyyətə qarşıdır da. Yəni ateist olan birini də məcburiyyətlə yox, sadəcə ona tövsiyə xarakterli məlumat vermək lazımdır. Onu yəni dinə gətirmək üçün məcburiyyətdən istifadə etmək olmaz. Daha sonra, yəni əgər vaxtınız varsa, mənim sizin şəxsinizə bir-iki sualım olacaq. Yəni istəsəniz yəni cavablandıra da bilərsiniz, cavablandırmaya da. Aha. Sualımın birincisi odur ki, yəni siz deyirsiniz ki, yəni Allah yoxdur, ateistəm, yəni bu fikirdəsiniz də. Sadəcə mənim prosta maraqlı gəlir ki, sizin bu fikir sizdə tam olaraq yəni hansı yaş dövründən sonra formalaşır? Yəni sizi bunu tətik edən nəsə bir qüvvə olub, yoxsa yəni əvvəldən siz bu fikirdə olmusunuz? Əzim, mən heç vaxt müsəlman olmamışam, bu bir. İkincisi, panteist olmuşam. Panteizm də naturalizmə yaxın bir anlayışdır. Dolayısıyla mənə gətirib çıxartdığı şey empirizm və materializm olub. Aydındır, bunu başa düşdüm. Yəni sizin hal-hazırdakı fikirdən, yəni yenə deyirəm, məcburiyyət şəklində yox, sadəcə hər hansısa bir qüvvə ola bilərmi ki, sizi dinə gətirsin? Yoxsa ümumiyyətlə özünüzə bunu sərhəd qoymusunuz ki, yəni dinə gəlməyəcəksiniz? Heç bir qüvvə yoxdur ki, mənə dinə gətirsin. Bu bir dinin təqdim elədiyi böyük qüvvə ümumiyyətlə yoxdur. Yəni aydındır. Yəni suallarım bundan ibarət idi. Çox sağ ol. Sağ ol. Sən haralısın özün? Mən Xaçmazlı. Azərbaycan Xaçmazlı. Yox. Anladım. Teşekkürler. Teşekkürler. Sağ olasın. Sağ olun, buyurun. Sağ ol. Bir saniye. Rəşadə xanım, buyurun, xoş gəlmisiniz. Salam, baxın. Xeyr, səsiniz çox zəif gəlir. Salam, bir daha eşidilir Hər səsim indi? vaxtınız. Bəli, bəli, buyurun. Çox sağ olun, təşəkkür edirəm yayın aldığınıza görə. Mən ömrümdə birinci dəfədir yayına qoşuluram. Mən sizi cəsarətinizdən dolayı belə bir mövzunu açdığınıza görə təbrik edirəm. Bu çox müəllimlərin eləyə bilməyəcəyi bir şeydir. Yəni bu hətta tarixən bir çox yazıçılar açıq aydın olmasa da mübarizə aparıblar cəhalətə qarşı. Amma mənim fikrim var idi. Mən bilmək istəyərdim bundan sonraki qoruşulan insanlar və ya siz özünüz və ya hal-hazırda canlıda müzakirə aparan insanlardan kimsə izah eləyə bilərmi? Çünki Quran deyir ki, o eternal, yəni bütün dünyaya, bütün bəşəriyyətə göndərilmiş bir dindir. İstənilən şimaldan cənuba, qərbdən şərqə hər bir şəxs sonunda müsəlman olacaq və ya müsəlman ola bilər. Amma məsələn, orada adı çəkilən təbiət hadisələri, meyvələr, heyvanlar, bitkilər yalnız orta şərqdə bitəndir. Məsələn, nə üçün heç zaman Quranda avokado adı çəkilməyib? Niyə orada dragon fruit yoxdur? Niyə orada aramadildən danışılmır? Nə varsa yalnız orta şərqdə, yalnız o coğrafiyaya aid olan bir şeydir. Məsələn, mən gedib çıxmışdım Hindistana, orada feyxuanın nə olduğunu izah eləyə bilmədim. Görməyiblər insanlar bunu. Yəni bu eternal bir şey deyil. Mən də orada xiyara oxşayan bir şey tapmışdım. Elə bilmişəm xiyardır, alıb gətirmişəm. Kəsəndə içindən fərqli bir şey çıxdı. Yəni bu niyə görə orada yazılan hadisələr, təsvir olunan insanlar, meyvələr, hamısı yalnız o coğrafiyaya aiddir. Braziliyadan bir insanı gətirsəz, məsələn, fərz eləyək. Adam heç vaxt əgər internet olmayıbsa, fərz eləyək o insan yaşayır 14-cü əsrdə. O insanın o bitkidən xəbər olmayacaq. O insan həyatında xurma görməyib, o coğrafiyada xurma yetişmir. O necə xurmaya and içsin, o necə zeytundan, ümumiyyətlə zeytunun nə olduğunu başa düşsün. Əgər bu din bütün bəşəriyyət üçün göndərilibsə, nə üçün o bəzi insanlara, ona ingiliscə vague deyirlər də,
qeyri-müəyyən qalır. Məsələn, mənə desinlər ki, fərz eləyək bir dənə meyvə A meyvəsi. Amma mən o meyvəni... Sevinç abi, onlar mən müdaxilə edeyim. Bəli, mən fikrim bundan ibarətdir və tutmaq istəyirdim. Hal-hazır ətrafda nə olacaq, bilməyəcəm. Sizin ümumi nə demək istədiyiniz aydın oldu, xanım. Məsələ ondadır ki, onu tərcümə edənlər, çünki keç otaranlar olublar, onların da yəni görə bildikləri elə olub. Quran tərcümə. Əslində orada nə xurma var, nə zeytun var, nə and içmək var, ümumiyyətlə o interpretasiyadır. Məsəl üçün vəni, vədir də, və, bildiyimiz və. Vəni 9 cür tərcümə edirlər. Problem nədir? Tərcümə edə bilmirlər. Çünki təhrif ediblər, orada din də yoxdur, bəşər sözü başqa sözdür, ümumiyyətlə başqa sözdür, onun bizə aidiyyəti yoxdur və s. Bəşər, bəsir, bəşirə, bəyyinə, bunlar hamısı semantik əlaqəli sözlərdir. Söhbət din yoxdur. Yəni ənənəvi din yoxdur. Heç Allah da başqa şeydir orada kitabın içərisində, institutdur. Yəni o yaradan deyil. Təhrif səhvlərdir, hamısı təhrif olunur. Başa düşdünüz? Məsələ budur. Bu qədər bəsit. Əgər o sizə hər şeyi birbaşa anladırıq, bizim göstərdiyimiz hər şey açıq aydındır, kitab tamamlanmışdır, belə bir cümlələr varsa, o zaman o niyə bizi zənnin altında buraxır? Xanım, kitab sözü o kitabda antoloji olaraq ola bilməz. Çünki kitabın belə deyək, ortaya nazil olduğu vaxt, o vaxt mətbəə olmayıb, kitab olmayıb, K-T-B, kətəbədir. İstənilən halda onu yazı deyə tərcümə eləmək lazımdır. Musaf, yəni qabıqlı kitab deyə tərcümə eləmək olmaz olur. Başa düşdünüz? Açıq aydın da başqa məsələdir. Orada hərfləri deyir. Bu, piktogrammadan əlifbaya keçid dövrünün kitabıdır. Deyir ki, piktogramma ilə yazırdınız, indi də bu deyə bu hərflər qoymuşam. Əliflə mim, əliflə raba, bu hərflərlə yazacaqsınız. Başa düşdünüz? Orada ondan söhbət gedir. Təşəkkür edirəm. Amma mən biraz yenə də sualıma cavab aldığımı düşünmürəm. Suallara cavabı naturalizm verir. Rəşadə xanım. Mövqeyimizdə qalaq. Çox sağ olun, minnətdaram və sizə arzu edirəm ki, siz ruhdan düşməyəsiniz. Yəni, anladınız nə demək istədiyimi. Təşəkkür edirəm, sağ olun, çox sağ olun. Döyüşçü buyur, xoş gəlmişsən əzizim. Salam Mələküm Cəvik bəy. Mələküm. Salamlayıram izləyiciləri də, siz də salamlayıram. Mən sizin özünüzə də bir hörmətim var. Neçə vaxt mən də sizi izləyirəm. Yəqin ki, baxarsınız, bəyənirəm də. Ancaq bir də söz demək istəyirəm, mən də Vətən müharibəsi qazisiyəm. Bir də söz demək istəyirəm, yəni Qurandan, imamdan, peyğəmbərdən yox, bir də Allahdan demək istəyirəm ki, deyəsən Allah yoxdur da. Bəli. Belə deyil. Bəli. Siz o, bir kəlmə, necə sübut eləyə bilərsiniz ki, Allah yoxdur? Varlığına dair dəlil yoxdur. Bir, ikincisi də ki, varlıq fəlsəfəsinə girəcək qədər kriteriya qarşılamır. Çevik abi, mən sağollaşmaq istəyirəm. Təşəkkür edirəm qoşduğuna görə. Xoşdur. Hə. PK-dan sonra sağ ol abi, qoşularsın. Sağ ol. Sağ ol, var ol. Sağ ol. Bir dənə söz deyim də Cevik bəy. Və bu Ruslarda da Allahı tanıyırlar axı. Mən Rus deyirəm əzizim. Mən Rusiyaya da maraqlanmıram. Təşəkkür edirəm. Başqa bir şey yox idi. Başa düşdümlər. Bizdən böyükdə də olar Ruslar olur. Məsələn, onlar biz Allah deyir, onlar bu zamanlar. Anladım. Deməli var ki deyir də, yəqin ki onlarda. Məlik Məmməd də deyirlər, Məlik Məmmədə də baxırlar, oxuyurlar. Məlik Məmməd də var əzizim. Təşəkkür edirəm, var olasın. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Şöyle PK-ya gedəcəyik, amma heç kimi yoxdur. O birisi qaqaşla da oyun alınmır bizdə. Çünki nəyin necə atıldığını bilmirik. Adam 100 min şey atır, 200 min falan atır. Onu da ən yaxşısı Tebo ya da Ağa idi. Ağa. Furkan birazdan atacaq böyük ehtimal. Yox, gedəmir, yox. Qaqaş çox atır. Çox atır deyəndə ki, şey deyir də, yəni normal olmayan tərzdə atır.
Hər gün də udmaq istəmərik hər halda. Duxun çatmır qardaşım. Qardaşım hər gün uduram da zaten.